kəsi milli qəhrəmanımız Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonundan salamlayıram. Aksiyamıza başlamadan əvvəl qəhrəmanımızın ata ocağını və ev muzeyini ziyarət etməyi özümə bir vətəndaş və bir ana olaraq borc bildim. Çünki vətəni təmiz saxlayaq ideyası məhz Mübariz kimi canını vətənə fəda edən oğullarımızın bizə buraxdığı əmanətə sahib çıxmaq istəyindən doğuldu. Əslində Mübariz haqqında çox söz deyə bilərəm. Amma düşünürəm ki, təkrarçılıq olar. Çünki Mübariz İbrahimovun qəhrəmanlığı və fədakarlığı bütün dünyaya bəllidir. Xalq olaraq bizlər qəhrəmanımızla sonsuz qürur duyuruq. Ziyarət zamanı süni intellектlə hazırladığım və üzərində ürək sözlərim olan xüsusi bir xatirə fotonu Şamama anaya təqdim etdim. Hədiyyəmizin Mübarizin ev muzeyində yer alması məni çox xoşbəxt etdi. Vətən bizim evimizdir layihəsində çıxdığım bu yolda mənim üçün ən böyük mükafat oldu. Qeyd edim ki, Şamama ana bizi doğmaqla qarşıladı. Bərabər çay içdik. Mübarizin uşaqlıq və gənclik xatirələrini dinlədik. Müqəddəs mühit, ananın məğrurluğu və bizə göstərdiyi doğmalıq elə təsirli idi ki, həmin anın səmimiliyi pozulmasın deyə çəkiliş etmək istəmədim. Çünki bəzi mənəvi anları kameraya almaq yox, sadəcə qəlbdə yaşamaq lazımdır. Düşünürəm ki, belə ziyarətləri hər bir vətəndaş etməlidir. İnsanda çox fərqli bir mənəvi rahatlıq yaranır. Nəhayət, ziyarəti bitirib Şamama ananın xeyir-duası ilə yolumuza davam etdik. Əziz insanlar, Mübariz və bütün mübariz şəhidlərimiz canı ilə bu vətənin sərhədlərini qorudu. Bizim borcumuz isə təmiz saxlamaq və gələcək nəsil üçün qorumaqdır. Odur ki, Biləsuvar sakinlərinə və hər kəsə deyirəm, vətən bizim evimizdir, evimizi təmiz saxlayaq. İzləyən hər kəsə təşəkkür edirəm.